Oyanmağın nişanələri var, nişanələri. Görün nişanələri deyirəm, var səndə yoxsa yox. Varsa oyanmısan. İlahi nemətləri görməyə başlayırsan. Demirəm, əlində olanları görürsən. Əlində olanı nemət kimi görsən. Söz budur. Əlində olanı görsən, nemət kimi görsən. Bu çox mühümdür. Gözün açılır da o nemət olduğunu görürsən. Adam var nemətin yanından keçir, neməti görmür. Quran buyurur ki: "Kəəyyim min ayətin fis-semavati vel-ard yamurruna alayhi və hum anha muridun." Nə qədər mənim nişanələrimin yanından, əlamətlərimin yanından, ayələrin yanından elə keçdiniz yanına amma görmədiniz. Görmədiniz. Yanındakı gördü, sən görmədin. Maraqlıdır. İkimiz o yerdən keçmişik axı. Niyə o gördü, mən görmədim? Çünki qafildir, oyanmayıb. Oyanan insan əlində olanlara nemət kimi baxır. Nemət gözü ilə baxır. Bir var deyir ki, belə də olmalıdır da, əlimdə olanlar belə də olmalı. Necə olmalı idi ki? Bir də var, yox, deyir, bu mənə hədiyyədir, Allah mənə nemət verib. Bunlar fərqli baxış deyə. Məsələn, bir müəllif kitab yazıb, sən gəlib onu dükandan da ala bilərsən. Bir də müəllifə deyirsən, nə ola bir dənə, sən də mənə bir lütf elə bir kitab ondan, ya indi hədiyyə istəyir, ya deyir, mən almışam, səni imza çək. O imzalı kitabla onun nə fərqi var ki, imza çəkmədiyinin? İmza sanki xüsusidir, dəri müəllifin sənə hədiyyəsi kimi görürsən, onu da çox istəyirsən axı. O imza sənə bir başqa zövq verir. Əlində olanlarda Allahın imzasını görə bilsin, zövq alacaqsan. Bu övlad düzdür şirindir, amma bundan şirin bu neymətdir. Bunu kim verir mənə? O verir. İmzanı gör. İlişib qalmışsan balada. Balada ilişib qalanda gəldin evə, yarım saat oynayırsan, yarım saat çox oldu. Kişilərə aiddir. Yarım saat kimdə oynayan, hə? 5 dəqiqə aldın, ver mənə, verdi. 5 dəqiqə götür bunu Allah. Tutardı getdi də. Kimdir bu 2 saat oynadan? Amma sən buna bir bala kimi, yox, bir neymət kimi bax, Allahın imzası kimi. O müəllif imza çəkib, imza. Gündə açır imzaya baxır. İmza başqa zövq. Neymət yəni bu. Əlində olana neymət kimi bax. İmzalı, Allahın imzasını gör. Onda aləmlə kontakta girsən. Ünsiyyət yaranır artıq. Ümid edirəm, deyə bilirəm sizə. Onda ünsiyyət yaranır. Bu mənə Allah hədiyyə edib. Gəl başqa misal çəkib. 1000 manat maaş alırdı Allah. Belə də olmalıdır. Birdən ad gündə bir 100 manat verir. 100 manat buna şirindir. Niyə qardaşım? Niyə sən şirin deyil? Yüzü hədiyyə kimi görür. Qıraqdan gəldi. Min hələ stabildir. Əlində olan imkanları neymət kimi görən gözün olsa oyanmısan. İmzanı görən gözün olsa oyanmısan. Ayılmısan. Nəinki oyanmısan, başa düşürsən ki, oyadıblar, nəinki oyanmışam. Oyanmamısan, oyadıblar. Değişdin mövzunu. Sən demə, mənə oyadıblar. Allahu Ekber. Mənə ayıldıblar ki. Mən elə bilmişəm, mən oyanmışam. Ayıldıblar məni. Yerimdən qaldırıblar məni.